Salamlar hər birinizə əziz şagirdlər. Bu günləri 5 aprel 9-cu buraxılış suallarını izah edəcəyik. Deməli, A vur B 75-dir. A plus B cəmini tapın. EBOB da 5-dir. Burada biz EBOB-un düsturundan yəni istifadə eləsək. Deməli, kök altında A vur B böl C bərabərdir EBOB. Buradan da A vur B böl C bərabərdir EBOB kvadratı. Və olacaq onda A 75 bölünsün C bərabərdir 25. C'miz olacaq 3. Yəni orta olmayan 3 olacaq. Olacaq 5, 15. Cəmi də nə qədər eləyəcək? 20. Doğrudur. 58-ci sualda yalnız Həsənin, Əli və Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli. Deməli, Həsənin qazanma ehtimalı, məsəl üçün tutalım, x olsun. Vüqarın və yaxud da Vüqarın deyək. Vüqarınki x olsun. Bu 7x olacaq. Qazanma ehtimalının 7 misli. Əlinin qazanma ehtimalının 2 mislidir. Əlinin qazanma ehtimalının 2 mislidir. Onda 3,5x olacaq bura. Buna görə yarışmaya əlinin qazanma ehtimalını tapın. Və yaxud da bunu kəsilən olmasın deyə. Məsəl üçün buranın deməli 2 misli deyəndə buranın x və yaxud da 7x 2 misli eləyəcək 14x. Deməli, Vüqarın qazanma ehtimalının 7 misli olanda bura olacaq 2x. Bunları da toplayanda eləyəcək 23x bərabərdir 1 olmalıdır. X bərabərdir 23-də 1. Və bizə də deyir ki, əlinin əli də 7-yə vuracaq olacaq 23-də 7 C variantı. 59-cu sualda funksiyanın qrafik üzərində yerləşən və ordinatı 3 olan nöqtənin apsisini. Ordinatı 3 deyəndə tənliyi 3-ə bərabərdir. 5x minus 17 bərabərdir 3. 5x bərabər olur 20. X də bərabərdir 4. Sonra dairənin radiusu sahəsi ilə kvadratik münasibəti 5 dəfə artanda 25 dəfə artacaq. EBOB 30-36 6 eləyir. Düz xəttdən 4 cm məsafədə yerləşən nöqtədən deməli, düz xətti 4 cm məsafədə yerləşən nöqtədən hər birinin uzunluğu 5 cm olan 2 mail çəkilmişdir. Deməli, 5. Bu düz xəttə hər birinin uzunluğu 5 cm olan 2 mail. Birini belə çəkək, birini belə çəkək. Deyir, maillərin oturacaq arasındakı məsafəni tapın. Bura eləyəcək 3, burada eləyəcək 3. Pifaqor teoremi. Olacaq məsafə nə? 6. Sonra 63-cü sualda AB-ni bizə istəyir. AC 7, CB 14-dür. AB-miz eləyəcək 21. Daha sonra bura eləyəcək 10. Çünki 5 çıxır. 2-dən 5-i vururuq. 10. Ondan 4-ü çıxırıq. Və üzərinə də buradan 3 çıxır. 2 vur 3, 6. O da eləyəcək 12. Sonra tənlər sistemini həll edin. Aparıb yazırıq yerinə. 5x plus deməli 2x bərabərdir 21-ə. 7x bərabərdir 21, x də bərabərdir 3-ə. X 3 olur, y də 12 misli, yəni 6. Sonra 66-cı sualda 4-də 1 olarsa ifadəsini. Vuranda toplayırdı, 3-ü 4A olur. 3 vurulsan 4 vur 4-də 1. Lıq sayılır, olur 3-ü 1, o da eləyir 3. 67-ci sualda deməli, kvadratlar fərqidir. Olur 2x-in kvadratı 4x kvadratı minus 1. Çıxsın 4x kvadratı plus 12 bərabərdir 35. 4x kvadratlar. Burada 12x. 12x 4x kvadratlar gedir. 12x bərabərdir 36-ya. X də bərabərdir 3-ə. 68-ci sualda deyir 30 hektar əkin sahəsi artırılıb 42 hektar oldu. Əkin sahəsi neçə faiz artdı? 30-un qarşısına 100. Artım nə qədər hektardır? 12 hektardır. 12 hektarın qarşısına x. 0-ın 1-ini apardıq. 3x bərabərdir 120, x də bərabərdir 40. Sonra 69-cu sual kanun hansı əmri qiymətində cəmi düzgün kəsirdir? Çeviririk. Deməli, çevirəndə olur 90-da 4K üstü xət çıxılsın 4. Üstə gəlsin. Bu birisində də ki K4 çıxılsın K. Bərabərdir 90-da bu olur 40 üstə gəl K. Bu olur nə? 10K üstə gəl 4. 4-lər gedir burada. Olur deməli 40 üstə gəl K-dan K-nı çıxanda deməli çöldəşdə baxaq bir dəqiqə 4K çıxılsın 4. Bəli 4K üstü xət çıxılsın K. Burada qalır yerdə
deməli 40 K'mız getdi, üstə gəl 10K. 10K üstə gəl 40 kiçikdir 90-dan, düzgün keçirdir. 10K kiçikdir 50-dən, K da kiçikdir 5-dən. O da 5-dən kiçik. Verəcək 4. Sonra keçid eləyək. Növbəti kubun neçə teli var? 12 teli var. Tənasüb eləyəcək 16. Burada mənfi var. Bir dəqiqə mənfisi var deyəsən. Mənfi 16. Bəli. Sonra rəhim birinci gün kitabın 40%-ni, ikinci gün 5%-ni, üçüncü gün isə qalan 110 səhvə. 40%-in 5%-ni oxuyub, 55% qalıb, 55% 110. Bunlar xısa gedir. Burada qalır 2. X bərabərdir 200. 200 olacaq, bəli. Sonra burada da 4 vursan 3 üssü n, 4 üssü n. Daha sonra burada da 3 üssü n. Bu çıxma olanda bölmə olur da, yeri dəyişik olur. Sonra bu birisində də ki 2 üssü 2n vur 2-dir. 2 üssü 2n 4 üssü n deməkdir. Vur 2. 4 üssü n-lər gedir, 3 üssü n-lər gedir. 2 ilə 4 üssü gedir, olur 6. Cavab olur 6. Sonra bərabərsizliyə aid növbəti bir sual. Deməli, bu mənfi olur. Mənfidir deyə yeri dəyişəcək, işarənin yeri dəyişəcək. Olur 5/5 vurulsan 3 minus kökdə 10 bölünsün 3 minus kökdə 10. Bunlar xısa gedir. X böyük olur 5/5-dən. O da olur nə? 6. Sonra 75-ci sual. Oxşarlığa aid sualdır. Bucaq B bərabərdir bucaq D-yə. Bunlar da bir-birinə qarşı-qarşıyadır. AB-ni OC-yə bərabər verib 6 verib. OC 6. AO-nu verib 5. Bəli. Ondan nisbətləri yazıq. CD-ni istəyir bizdən. CD-ni. CD X yazaq. 6-nın X-ə nisbəti qarşı-qarşıya. Bir də B-nin qarşısında nədir? 5-in 6-ya nisbəti. Buradan da ki, baxaq bir dəqiqə. 6-nın X-ə nisbəti və 5-in 6-ya nisbəti. 5x bərabərdir 36, x də bərabərdir 7/2. Növbəti suala baxaq. Diaqramda A və B çoxluğun elementlərinin sayı haqqında məlumat verilib. N A fərq B nə qədərdir? 2x plus 8-dir. Bərabərdir. Bunu vuracaq 4-ə. Bərabərdir. N A birləşmə B. A birləşmə B-ni sayırıq, cəmləyirik. Edir nə qədər? 2x, 3x, 5x edir 9x plus. Bunu 8 üstə 1, 9, o da 14. 8x plus 32 bərabər 9x plus 14. X də bərabərdir 18. N B fərqanı istəyir. Aparıb yerinə yazırıq. 4 vururuq 18-ə 72, üstünə də 5, 77. Sonra bu suala baxaq. Düzbucaqsında AM perpendikulyardır DM-ə. A, B-ni verib 6, burada olur 6, bəli. AM 12-dir və AD M-in dərəcə ölçüsünü bizdən istəyir. Deməli, dərəcə ölçüsünü bizdən istəyirsə, onda 6-dır. Bu düzbucaqda 30 dərəcə qarşısındakı kvadrat hipotenuzun yarısıdır. 30 dərəcə, burada olur 30 dərəcə. Bizə ADM istəyir. Burada olur 60 dərəcə. Çünki iti bucaqların cəmi 90 dərəcə olmalıdır. Sonra ətraflılara baxaq. Düz xətt yol boyunca 85 ağac əkilmişdir. Hər qonşu iki ağac arasındakı məsafə bərabərdir. A və B ağaclar arasında məsafə deyir. A və B ağaclar arasındakı ağaclardan biri C-dir. A və C ağaclar arasındakı məsafənin C və B ağaclarındakı məsafə nisbəti deməli, A-dan düşək ki, bura kimidir. A-dan C-yə kimi. A və C ağaclarındakı məsafənin C və B ağaclarındakı məsafəyə nisbəti 3-ün 4-ə. Buna görə C ağacı A-dan başlayan neçənci ağacdır. Bu sualdan buraxılışda istifadə olunur. Buna uyğun bir sual. Deməli, olur 7K bərabərdir. 85 olmayacaq. 84 olacaq. Çünki birini çıxacaq. C-ni çıxacaq 2 dəfə iştirak edir. K bərabər olur 12-yə.
Deməli, K-mız da neçə idi? 3 idi. 3 vurulsun 12, 36. İndi C də üzərinə 1 gələcək, o da nə? 37. Bu sualdan istifadə olunub vaxtı ikən. 79-cu sual, iti bucağının tənbələni trapezini, deməli, trapeziya çəkək. İti bucağının tənbələni trapezini 2-yə oxşar 3 bucağa ayırır. Aha. Bura alfa, bura alfadır. İndi oturacaqlar 7, 28 olarsa trapeziyanın perimetrini tapın. İndi tənbələn deyə bura nə olacaq? Alfa olacaq. Deməli, bu hissə 7-dirsə alınacaq, bu hissə də 7 bərabər yanlı üç bucaqdır. Bu indi iti bucaq olduğuna görə 2 alfa iti bucaq olur da. Bura olacaq. Məsəl üçün nə alfa? Çünki oxşardır. Bu üç bucaqlar oxşar olmalıdır. Deməli, onda B-yə götürsək. Deməli, bunlar da nədir? Bərabər yanlıdır. Buranın məsəl üçün yazsaq bir məchul kimi x, x. Nisbətləri yazsaq. Deməli, alfanın qarşısında 7-dir. Burada kör bucaq olsun. Üçüncü bucaqlarda məsəl üçün bura olsun. Beta deyək. Burada olsun beta. Deməli, alfaya nəzərən 7-nin bu alfanın qarşısında duran nədir? X-dir. Beta'ya nəzərən betanın qarşısında x-dir. Bu birisi betanın qarşısında nədir? 28-dir. X bərabərdir 7. Burası 28 nə deməkdir? 7 vur 4 deməkdir. X bərabər olur 7-nin 1-ə çıxır, bir də 2. O da olur neçə? 14. Bura nə oldu? 14 oldu. Bizə trapeziyanın perimetrini istəyir. Bunların cəmi 14, burada 14, 28, üstünə də 28 gəldi. Eləcənə 56. Növbəti bu sual ya dimdə ya da buraxılışda olub belə bir sual. Sahəsi düsturu ilə verilən düzbucağı formasında metal lövhədən düsturu ilə verilən düzbucağı formasında hissə kəsildi. Şəkildə verilənlərə əsasən qalan hissənin m-ni x ilə ifadə edin. X-in hansı ən kiçik tam qiymətindən məsələnin həlli var. S2-dən S1-ə çıxsaq, x kubu plus 2x kvadratı plus 8x plus 16 çıxılsın. X kubu minus x kvadratı, deməli plus, bu olacaq minus 12x minus 12. X kublar getdi. Qaldı x kvadratı minus 4x plus 4. Bu da nədir? X minus 2-nin kvadratıdır. Bura əgər x minus 2-dirsə, burada nədir? X minus 2-dir. Bizə deyək ki, şəkildə verilənlərə əsasən qalan hissənin m-ni x ilə ifadə edin. Deməli, buradan da m oldu nə? X minus 2. Daha sonra nədir? X-in hansı ən kiçik tam qiymətinə? X-in də ən kiçik qiyməti olacaq 3. 81-ci sual. Tənliyi ilə verilmiş çevrənin daxilinə çəkilmiş kvadratın sahəsini tapın. Deməli, çevrənin daxilinə. Çevrənin daxilinə çəkəndə bu olacaq diaqonalı. Aha, diaqonalın radiusu tapmalıyıq. Deməli, x plus 2-də 1 kvadratı. Çünki bunu həmişə böldük. Üstə gəlsin. Y. Burada da 5-i böləcək necə? 2-də 5 kvadrat. Nə edir bu? 4-də 1 üstə gəl. 4-də 25. Nə eləyir bu? 4-də 26. 4-də 26 da deməli 7 tam 20 yox, 7 tam yox. 6 tam onda 5 eləyir də, səhv eləmirəmsə. 6 tam onda 5 və bizdə də verilib nə? 29 tam onda 5. 29 tam onda 5-dən də indi bu o tərəfə keçirdəndə mənfi olur da, düzdür? Deməli, belə yazırıq. Bunu yazandan sonra çıxılsın 6 tam onda 5 yazırıq. 29 tam onda 5. O tərəfə keçir toplanır, olur 36. Radius bərabər olur 6-ya. Radius 6-sa diametr nədir? Diametr 12-dir. Sonra S bərabəridir. D kvadratı bölünsün 2-yə. Onda olur 12 kvadratı bölünsün 2. O da eləcəklə 72. Ümumilikdə götürsək, buraxılışları təkrar işləmiş uşaqlardan bunu həll eləyə bilərlər. Bir də ki, bu da təkrar tipli suala oxşuyur. Ümumilikdə götürsək, desək ki, ətraflılar nisbətən biraz çətinlikləri var idi. Hər birinizə yenidən uğurlar, şahidlər. Paylaşımlar olunacaq aprelin 12-sinə, həmçində 26-sına kimi.